Liverpool Qarabağ oyununda azarkeşlərdən birinin baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıya dedikləri hələ də müzakirə edilir. Belə ki, həmyerlimiz komandaya yeni transferlərin edilməsini istədiyini bildirib. Musa, atana de oyunçu alsın, başqana de pul xərcləsin, transfer etsin. Qarabağın heyətini gücləndirmək üçün hazırda oyunçu almağa gərək varmı? Global Infoza danışan idman jurnalisti Elçin Cəlilov deyib ki, belə məsələlərdə simiclik baş məşqçidən deyil, klubdan qaynaqlana bilər. Stad. Lakin Qarabağ rəhbərliyinin transfer məsələsində xəsislik etdiyini düşünmürəm. Klubun prezidenti Tahir Gözəl dəfələrlə bu haqda açıqlama verib. Ağdam təmsilçisinin uğurlu nəticələri var və bu baxımdan qınamaq da aşırı emosiya, subyektiv yanaşma hesab edilə bilər. Azarkeşlər hücumçu transferi istəyirdi. Hətta bu vəziyyətdə komandanın qrup mərhələsinə yüksələ bilməyəcəyi iddia olunurdu. Ancaq gördük ki, klub tarixin ən böyük nəticəsini qazanıb. Jurnalistin fikrincə bunlar geniş təhlil tələb edən məsələlərdir. Qarabağ 13 ildir bütün klublarımızdan daha yaxşı nəticəyə nail olub. Görünür, hansı addımı nə zaman atacaqlarını hamıdan daha yaxşı hesablaya bilirlər. Fikrimcə, klub bəzi mövqelərə transferlər etməlidir. Ancaq bunu xəsislik və ya başqa bu kimi səbəblərdən reallaşdırmadığını deyə bilmərəm. Yəqin ki, uyğun variant məsələsidir və bu amil ciddi məqamdır. Statın sonu. Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxan Qarabağ Liverpoola 0-6 hesabı ilə məğlub olub. 22-ci pillədə qərarlaşan təmsilçimiz hazırda play-offda mübarizəsini davam etdirir. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.